Bu videoda diaqnostika pəncərəsi barəsində məlumat veriləcək. Diaqnostika bölməsinə daxil olduqda aşağıda bir çox alt pəncərələri görə bilirik. Birinci versiya alt pəncərəsidir. Versiya alt pəncərəsində monitorun proqram təminatının versiyasını görə bilirik. Hal-hazırda monitorun proqram təminatının versiyası 38.1-dir. İkinci alt pəncərə CAN alt pəncərəsidir. Burada sistemə bağlı komponentlərin statusunu izləyə bilirik. Məsələn, birinci kontroller GPS, bu qəbul edicidir. Qəbul edicinin statusunu görə bilirik, onlayndır, yəni sistemə qoşuludur. Daha sonra nav kontrollerin statusunu görə bilirik. Həmçinin burada komponentlərin seriya nömrələri də əks olunmaqdadır. Və diaqnostika üçün ən əsas bölmələrdən biri xətaların mövcud olduğu bölmə, fault bölməsi. Bu bölməyə daxil olduqda monitorda sistemə dair mövcud xətaları görə bilirik. Məsələn, burada hal-hazırda bizdə memory device remove, flash kartın monitorda mövcud olmadığı xətası gəlir. Əgər biz flash kartı monitora daxil etdikdə bu xəta itəcəkdir. Daha sonra language, burada mövcud dillər əks olunur. GPS pəncərəsi var. Burada GPS qəbul ediciyə dair məlumatları görə bilirik. GPS 2 bölməsi vardır. Burada GPS-in izlədiyi peyklərin sayı qeyd olunmuşdur. RDI pəncərəsi vardır. Buradan GPS qəbul edicinin parametrlərində dəyişikliklər etmək mümkündür. Task controller pəncərəsi vardır. Əgər task controller aktivləşdirilibsə, bu pəncərə aktiv olaraq görünəcəkdir. Task controller nədir? Əgər aqreqat, məsələn, zərman səpən aqreqat texnikaya qoşulub, task controller aktivdir və monitorda xəritə yaradılıbsa, texnika xəritədən kənar çıxdıqda proses avtomatik dayandırılır, yəni operatorun müdaxiləsi olmadan. Əgər dərman səhvinidirsə, o zaman dərman səhvini prosesi dayandırılır. Task controller bu prosesi avtomatik aparmağa bizə icazə verir.